Ramazan ayı başlayandan bəri bəzi icra hakimiyyətləri sanki iftar məclislərinin təşkili üzrə yarışa başlayıb. Gecə-gündüz şəhid ailələrinin, qazilərin haqqını tapdalayan, onları icra hakimiyyətləri qarşısında süründürən başçılar bu günlərdə onlara bəzəkli iftar süfrələri açır, sonra da onu hakimiyyətin pullu medialarında reklam edirlər. Dədə-babadan da eşitmişik ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Bunlarda utanmaq hissi olmadığına görə iftar süfrələrini də reklama çevirirlər. Hələ də Zeynal Nağdaliyev öz məmurlarına öyrədə bilmədi ki, icra hakimiyyətləri əhalinin sosial rifahının yaxşılaşdırılması, rayonda quruculuq, abadlıq işlərinin görülməsi, investisiyaların cəlb olunması kimi fəaliyyətlərlə mətbuat qarşısına çıxmalıdır. 3 nəfər qaziyə bir qutu ərzaq verib 30 saytda onu reklam etmək dövlət idarəçiliyidir. Dünən Naftalan şəhər icra hakimiyyəti də bu yarışa qoşulmaqla 10-a yaxın şəhid anası və qazini öz süfrəsi ətrafına toplayıb. Əslində mən iftar məclislərinin təşkilinin əleyhinə deyiləm, bəlkə də bu çox azdır. Bütün oruç tutan rayon sakinləri üçün bu cür iftar süfrələri təşkil edilməlidir. Amma bu formatda İftar məclisləri sadəcə reklam alətinə çevrilir. 20 dövlət məmurunun ortasında 10 nəfərə qədər şəhid anası və qazinin olması isə ondan xəbər verir ki, icra hakimiyyətləri buraya yalnız seçmə insanları dəvət edir. Başçı və polis rəisinin olduğu məclisə təsadüfi insanlar daxil edilə bilməz. İftar məclisini reklam etdirən Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov ortalıqda ciddi bir fəaliyyəti olmayan başçılardandır. İcra hakimiyyətinin internet səhifəsinə baxanda elə düşünürsən ki, ciddi bir iş tapacaqsan, lakin görünən mənzərə ağac əkməkdən, iməclikdən, 2-3 tələbə adı qazanan şagirdlə görüşməkdən başqa heç nə yoxdur. Boş və məzmunsuz fəaliyyətlərlə insanların başını qatırlar. Bir sözlə, bugün Azərbaycan prezidentinin təyin etdiyi icra başçılarının fəaliyyəti məhz reklam üçün iftar məclisləri təşkil etmək, 8 mart bayramında 3-5 şəhid anasını təbrik etmək, Heydər Əliyevin ad gününü və anım gününü qeyd və təşkil etmək, şəhidlərin anım günü və zəfər bayramını təşkil etməkdən ibarətdir. Ola bilər unutduğum bir-iki xüsusi gün də ola bilər ki, onları da qeyd etməkdən ibarətdir. Hər bir rayona milyonlarla vəsait ayrılır. Hanı o pullar? Olmazmı ki, onları yeni iş yerlərinin qurulmasına, istehsal sahələrinin yaradılmasına, qazilərə və imkansız ailələrə mənzillər tikməyə və başqa faydalı məsələlərə xərcləyəsiz? Bugün iftar reklamları edən rayon və şəhərlərdə insanlar işsizlikdən əziyyət çəkirlər, çörək pulu üçün Bakıya axışırlar. Buradan icra başçılarına da səslənirəm. Bu müqəddəs Ramazan ayında vaxtınız olsa, vicdanınızla baş-başa qalın və insanları acınacaqlı vəziyyətdən çıxarmağın yollarını düşünün.